Roza Zərgərli Amerikaya gedib. Gözəl müğənnimiz Amerikada yaşayan Elariz Məmmədoğlu'nla görüşüb. Roza Zərgərli, qan edirsən ha, yaman qan edirsən. O Türklər demiş ki, bu ne ya qız, bu ne ya? Rusiyada belə ruslara şok yaşatdın ki, Azərbaycanlılar hər şey bacarır, yaxşı mənada, musiqinlə, münasibətlərinlə, əlbisələrinlə, səhnə mədəniyyətindən çılpaq olmadın, hər yerin bağlı, amma özünü sevdirməyə bacardın orada. Nümunə oldun bəzi müğənnilərimizə ki, soyunmaqla deyil sənət, əsas sənət. Bəli, Roza Zərgərli Elariz Məmmədoğlu ilə Amerikada bir araya gəlib görüşüb. Təbii ki, istinad edən Milli Nöqtəza xəbər verir ki, konsert üçün Amerikaya gedən, ABŞ-a gedən Roza orada yaşayan Elariz ilə görüşüb. Onlar birlikdə bir foto da çəkdiriblər, şəkil də çəkdiriblər, oturub bir masa arxasında çörək də yeyiblər. Mən inanıram ki, dedikodu da ediblər, Qazaxlar demiş ki, bir qat da ediblər. Burada nələr baş verir, show biznesdə nələr baş verir, kimlər çox pul qazanır, kimlər az pul qazanır, kimlər sənətdən getdi, kimlər dünyasını dəyişdi. Təbii ki, bunlarla da bağlı söhbətlər olub. Elariz, Aygün Kazımova demiş ki, Elariz, niyə Bakıya gəlmirsən? Niyə gəlib burada konsert vermirsən əzizim? Burada əlaqə nömrəsi gedir, Humay uşaq bağçasının əlaqə nömrəsidir. Onlara gözəl bir mütəxəssis pedaqoq lazımdır. İngilis dilini bilən. Oranın rəhbərliyi deyir ki, Ruhiyyə xanım, xarici vətəndaş da olsa yaxşı olar. Buyurun, əlaqə nömrəsi var. Uşaqlarınızı da gətirə bilərsiniz bu bağçaya. Humay uşaq bağçasına. Məndən bu qədər.